qarışqalardan məlumat verəcəyəm. Rüstəm idmançı idi. O yenə də qazanmırdı. Çalışırdı, qazanmırdı. Onun məşqçisi zalda dayanmışdı, sevincək halda. O məşqçi ilə haldasa danışırdı. Rüstəm qarışqaların yuvasına ayaqqabısının başı ilə torpaq tökürdü. Qarışqalar yenə özünə yol açdılar. Rüstəm yenə də torpaq tökdü. Qarışqalar biraz keçmişdi, çıxdılar. Rüstəm başa düşdü ki, qarışqaların üstünə nə qədər də torpaq döksən, onlar özünə yol açacaqlar. Ondan sonra o nə qədər çalışın və qazanmalı olacaqsınız.